Değerli izleyicilerimiz, biz hal-hazırda Şəhidlər Xiyabanındayıq. İgid qəhrəman oğullarımızdan biri olan Əliyev Elşad Hacıbabaoğlu'nun məzarı önündəyik. Bugün igid qəhrəman oğlumuzun dünyaya gəldiyi gündür, dünyaya göz açlığı gündür. Yaşasaydı doğmaları, yaxınları 51 yaşına qeyd edəcəkdi. Bugün Elşad cismen yaşamasa da ruhu her zaman bizlerin yanındadır. Onu sevenlerin, doğmalarının yanındadır. Elə doğmalarının, əzizlərinin hər kəsin gözündə bu qəhrəman oğlumuz 18 yaşlı bir gənc kimi olaraq əbədiyyən yaşayacaq. Bilirəm ki, Elşadın anası Flora xanıma çox çətindir. Bugün onun ana olduğu gündür. Ən əziz, xoşbəxt olduğu gündür. Ne kadar çətin olsa da ama qürurludur ki, belə bir qəhrəman oğlun anasıdır. Mən istəyirəm ki, Florana bir-iki kəlmə ilə Elşad haqqında öz xatirələrindən danışsın. Buyurun. Allah size can sağlığı versin Leylana, Arzu kızım, Merhamet kızım. Benim yanımda olduğunuza göre bəli, bu günləri benim en güzel günüm idi. 75. ildə benim balacık qara balam dünyaya gelmişti. Ancaq 93-cü ildə mənim balam Ağdamın Şerli kəndində şəhid oldu 18 yaşında. İndi bugün onun 51 yaşı tamam olur. Ancaq mən o balamı elə yenə də körpə quzu deyirəm. Çünki mən onu elə təsəvvür edə bilmirəm 51 yaşında. Onun anası qurban olsun. Allah burada yatan bütün şəhidlərimizin hamısına Elşad anası qurban olsun. Onların məqamları uca, ruhları